не защищала Тагиев, потому что Mən Tağıyevi müdafiə etmirdim, çünki o mənim atam idi. Mən Azərbaycan tarixini, tarixi sənədləri, tarixi həqiqəti müdafiə edirdim. Sara Tağıyeva 1899-cu ildə mesenat Hacı Zeynalabdin Tağıyevin ailəsində dünyaya gəlib. Atasının inşa etdirdiyi qız məktəbində oxuduqdan sonra Sankt-Peterburq Aleksandr Qızlar İnstitutuna daxil olur. 1915-ci ildə Birinci Dünya müharibəsi səbəbindən təhsilini yarımçıq qoyub Bakıya qayıdır. Zəngin mülkədar Zeynal bəy Səlimxanovla ailə qurur. Bu nigahdan Səfiyə adlı qızı dünyaya gəlir. Zeynal Səlimxanovla nigahı pozulan Sara xanım 1932-ci ildə Leningrada gedir. Keçmiş milyonçu qızı olduğu üçün 1930-cu illərdə Leningradda həbs edilir. 1935-ci ildə həbsdən azad edilir. Sara Tağıyeva Leningradda Nikolay Sarayevlə ailə qurur. Bu nigahdan Oleg və Lev adlı iki oğlu dünyaya gəlir. Lakin həyat yoldaşı 1942-ci ildə Leningradın müdafiəsi zamanı həlak olur. Müharibədə evsiz qalan Sara Bakıda zirzəmi və çardaqlarda gecələyir, səfil həyatı yaşayır. 1946-cı ildə Leningrada qayıtsa da evinin zəbt edildiyini görür. Bir versiyaya görə övladlarını ərinin bacısına, digər versiyaya görə isə uşaq evinə verir. Özü isə 1953-cü ildə Bakıya qayıdır. Axundov adına Rus dili və ədəbiyyatı institutunda kitabxanaçılıq işinə qəbul edilir. 1950-ci illərdə repressiya qurbanlarına verilən bəraətlərdən ilhamlanır, arxivləri və kəndləri gəzərək atasının vaxtı ilə yaxşılıq etdiyi fabrikində çalışan insanları tapır. Onlardan Tağıyev haqqında xatirələri toplayır. Tağıyev kapitalist olduğu üçün inkar edilirdi və mövzu siyasi cəhətdən qapanmışdı. Mən isə əksinə gedirdim. Sara Tağıyeva atası haqqında 243 səhifəlik əlyazma toplayır. Abdullah Şaiq xatirələrində yazıb, 1900-cü illərdə Türkan kəndində taun yayılmışdı. Kənd karantina alınmışdı. Kənddən çıxanı polislər gülləliyirdi. Türkanlılar acından ölürdülər. Hacı dənizdən ora çay, un, düyü, çörək yollayıb onları xilas etmişdi. Azərbaycan Dövlət Universitetinin professoru Mirzə Feyzullah Qasımzadə yazır. Hacı 1896-cı ildə Mərdəkan kəndində məktəb açmışdı. O təkcə Bakıda yox, Göyçayın Qəziyan kəndində də 8 otaqlı məktəb açmışdı. Bəstəkar Qara Qarayevin anası Sona Axundova deyirdi. O qızlar məktəbində bizə tez-tez baş çəkir. Təhsil almadan siz yaxşı ana ola bilməzsiniz deyirdi. Sara xanımın müraciət etdiyi adamlar içində danışmaqdan imtina edənlər də çox idi. Onlar partiyadan qovulmaqdan, işlərini itirməkdən qorxurdular. Danışmaqdan qorxuruq. Bilmirik Tağıyev barədə həqiqətləri deməyə partiya icazə verirmi? Təhlükəsizlik orqanları məsələdən xəbər tutduqda öz xatirələrini bölüşən adamları çağırıb qorxudur, onlardan öz sözlərini geri götürməyi tələb edirdilər. Zirzəmidə ağır şəraitdə yaşayan Sara xanım indiki Bakı Slavyan Universitetinin kitabxanasında saatlarla çalışaraq atasının xeyriyyəçilik fəaliyyətini araşdırır, kitabxanaya gələn institut tələbələrinə atasından bəhs edir, mərkəzi komitəyə, qəzet və jurnallara ardıcıl məktublar yazmağa başlayır.
Sara xanım yazırdı ki, Tağıyev obrazı mətbuatda təhrif edilir, tarixçilər tərəfindən saxtalaşdırılır. O, doğulduğu evə, tarix muzeyinə gedib, oranı ziyarət edir, turistlərlə xatirələrini bölüşür. Sara xanımın fəaliyyətindən ciddi narahat olan institut rəhbərliyi əvvəlcə ona şifahi xəbərdarlıq edir, sonra mərkəzi komitəyə məlumat verirlər. Atası haqqında topladığı materiallar o qədər ağır idi ki, sənədləri çantalarda idarələrə daşımaqdan beli əyilmiş, bir gözü kör olmuşdu. Azərbaycan SSR Mərkəzi Komitəsinin göstərişi ilə onu birbaşa Maşdağadakı psixonevroloji dispanserə aparırlar. Həkimlər tərəfindən müayinə olunan Sara xanıma şizofreniya diaqnozu qoyulur. Orada bir xeyirxah bağban ona deyir: "Qızım, sən dəli deyilsən, amma burada qalsan dəli olarsan." Axşamlar gizlincə mənim otağımda gecələ. Səhər baş həkim gələnə qədər palatana qayıt. Xəstəxanadan buraxıldıqdan sonra kitabxanadakı işinə geri qayıdır. Bu dəfə onu işdən çıxarmaq üçün institutun kitabxanasını bağlayırlar. 3-cü ərizə SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri Çebrikovadır. Belə siyasi müqasirlik hələ də üzərimdən götürülməyib. 4-cü Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin katibinədir. Qoy fikirləşməsinlər ki, biz Azərbaycanın başı üzərindən Moskvaya şikayət edirik. Sara xanımın istəyinin əksinə mətbuatda Hacı Zeynalabdin Tağıyev haqqında böhtan dolu yazılar dərc edilirdi. Bir tarixçi hətta yazmaq istəyirdi ki, Tağıyev fəhlələri ayağından asırmış. Bu böhtanın qabağını almaq üçün Mərdəkana getdim. Kənd Sovetinin köməkliyi ilə ağsaqqalları bir yerə topladım. Ağsaqqallar qol çəkdilər ki, Tağıyevin fəhlələri ayağından ağ yalandı. Biri hönkür-hönkür ağladı, gücsüzlüyündən. SSR dövlət başçısı Nikita Xruşova yolladığı müraciət də nəticəsiz qalır. Maraqlıdır ki, Sara xanım səfalət içərisində yaşasa da məktublarda özü üçün heç bir şey istəmir, yalnız atasına bəraət tələb edirdi. Bir çox insan ondan üz döndərsə də, Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsində müdir müavini Vəli Məmmədov Sara xanıma yardım edir, onu evlə təmin etdirir. Sara Tağıyevanın fəaliyyəti nəticəsiz qalmır. Mətbuatda Tağıyevin adını xatırladan bəzi yazılar dərc olunur. Hətta araşdırmalar zamanı müəyyən edilir ki, Mərdəkan istirahət evində bələdçi çalışan Əliyev ora gələn bütün turistlərə Tağıyevin məzarını göstərirmiş. Atamın qəbri üstə getmişdim. Gördüm ki, qəbrin önündə çoxlu adam var. Şəkil çəkdirirdilər. Şəklə düşmək istəmədim. Xahiş elədim ki, məni çəkməsinlər. Soruşdular ki, niyə gəlmişəm bura? Dedim, atamın qəbrini ziyarətə gəlmişəm. Kimdir sizin atanız? Heyrətlə soruşdular. Dedim ki, Tağıyev. Hacı Zeynalabdin Tağıyev haqqında danışın bizə, dedilər. Mən danışdım. Söhbət başa çatanda xahiş etdilər ki, birlikdə şəkil çəkdirək. Razılaşdım. Repressiya qurbanlarının böyük hissəsi 1950-ci ilin sonları bəraət qazansa da, Hacı Zeynalabdin Tağıyev haqqında həqiqətləri açıq yazmaq, danışmaq Sovet İttifaqının son illərində mümkün oldu. Çətin şəkildə 92 il ömür sürən Sara xanım 1991-ci il dekabrın 15-də vəfat edir. Cənazəsi doğulduğu evdən Tarix Muzeyinin binasından götürülərək Mərdəkan qəbirstanlığında atasının məzarının yanında torpağa tapşırılır.